Salam dostlar, bugündən mən sizə çoxlu şahmat videoları atacağam və bu da birinci bölümüdür. İndi bu bölümdə xallar və figurların adlarıdır. Birinci piyadadan başlayırıq. Bu piyadanın bir xalı və adı da piyadadır. İndi bundan başlayırıq. Bunun adı top və xalı da 5 xalıdır. Bu adı, xalı da 3'dür və fillə, bunun adı fildir, həm də 3'dür. Bunların hər ikisi də eyni xaldadır. Bunun adı vəzirdir. Bu vəzirin xalı 9 xaldır. Bunun adı şahdır, amma bunun heç xalı yoxdur. Həm də buna 0 xal demək də olmaz. İndi saxla. O bütün xanalarda 64 xana var. O 32'si A, 32'si qara. Və indi mən sizə bunların gedişlərini öyrədəcəm. Məsəl üçün, bu piyada əgər buradadırsa, buralardasa 2 addım ya da istədiyinizsə 1 addım. Əgər bu da bura gedə bilir, bura gedə bilir, bura gedə bilir, bura gedə bilir, bura gedə bilir. Bu şah bura gedə bilir, bura gedə bilir. Hər yeri yəni bir xana gedə bilir. Fil X kimi gedir. Qara fil isə onun kimi eynidir, amma ancaq qara xanalardan gedir. At 2 dəfə düz, bir dəfə sağ, bir dəfə sol, 2 dəfə düz, bir dəfə sol, 2 dəfə düz ya da bir dəfə sağ. Top ancaq düz gedir. İstədiyi yerə gedə bilər, istədiyi yerə gedə bilməz, amma belə gedə bilər. Yəni bu qədər. Məncə bu qədər bəsdir. Bu birinci bölümdür. Əgər sizə nəsə sualınız olsa, rəydən yazın.